Qardaş soruşur ki, nunun hökmlərindən ixfə. Nun 15 hərfə rast gələrsə, yəni bu da izhar, idğam və iqləb hərflərini çıxaraq. Bu zaman ixfə baş verir. İn kənə, in kənə, in kuntum. Və burada dil yuxarı damağa dəymir, yaxınlaşır və 2 hərəkə miqdarında uzadılır. İkinci, nunun hökmlərinə iqləb. Nun bə hərfinə rast gəlir. Min bə'di oxunur, min bə'di. Min bə'di. Burada da mim səsi ifadə olunur. Üçüncü, mimin hökmündən də ixfə qaydası var. Bu da ha vaxtı. Tərmihim bi hicara. Yəni mimdən sonra bə hərfi gələrsə, bu zaman mimin hökmlərindən ixfə baş verir. Burada da deyilişdə 2 forma var. Buna biz deyirik təcvid elmində bil furca av bidunil furca. Yəni oxunuş qaydası, məsələn, tərmihim bi hicara və ya tərmihim bi hicara. Yəni ağzı tam qapamaqla və ya qapamamaqla da çıxartmaq olar. Hər iki rəvayət səhih rəvayət sayılır. Gələcəkdə bu haqda inşallah video çəkərik.